Salam, Yusifov Mikail, İnci Şirkətlər qrupunun həm təsisçisiyəm. Şirkətimiz 1995-ci ildə qurulub. Biz ilk olaraq Azərbaycana qələm və dəftər ixal eləmişik. İndi isə sahəmiz çox çeşidlidir. Biz İzə nəşriyyatımız var, biz kitab yazırıq indi, kitab çap edirik. Edqurata təhsil mərkəzimiz var, təhsil veririk. Offsite mağazalar şəbəkəmiz var, orada insanlara pərakəndə satış edirik və s. və s. Kobiyanın və Marsol qrupunun təşkil elədiyi 6-cı yerli şirkətlərin tanıtım sərgisində iştirak elədik. Gerçəkdən də açılışda da orada oldum və orada iştirak edən şirkətlərə baxdım, gördüm. Çox peşmançılıq çəkdik. Dedik ki, kaş ki biz bura çox ciddi yanaşsaydıq, daha böyük yer götürsəydik, daha yaxşı tanıtım eləsəydik. Keçən il şirkətimizi az da olsa orada tanıtdıq, amma bu il artıq keçən ilkindən 3-4 dəfə daha böyük bir yer götürmüşük və inanırıq ki, çox daha yaxşı tanıtım eləyəcəyik. Özümüzün faydalı xidmətlərimiz, faydalı istehsalımız, faydalı olacağımız sahələrimizi yaxşı tanıda biləcəyik. Sərgidə ki, çox yaxşı tanıtım elədik. O tanıtımdan da fikirləşirik ki, insanların bizə olan inam etibarı daha çox olacaq. Bu da artıq bu demək ki, yeni tərəfdaşlar, yeni insanlar bizim dostlarımız olacaq. Hər birinizi sərgidə gözləyirik. Gəlin, inanırıq ki, razı qalacaqsınız.